Səhərlər mən belə poker face-nə dururam. Elə bir ki, el-oba mənə borcludur. Hər kəsə salam qızlar. Səhər istədim bir stəkan kofe içim. İndi görürəm ki, kofem bitib. Ona görə çay dəmlədim. Və dünəndən çeləyim qalıb. Bugün Naun brendin tədbirinə dəvətliyəm. Ona görə gəlin çay içə-içə yavaş-yavaş başlayaq hazırlaşmağa. Hal-hazırda biz qəşəng makiyaj eləyə hansısa bir verilişə baxa bilərdik, amma baxmağa bir şey yoxdur. Ona görə planşet sifariş eləmək istəyirəm Temudan. Baxmışam, araşdırmışam. Hamı sifariş elədiyi model o qədər də güclü model deyil. Ona görə bir 10-15 manat çox ödəmək istəyirəm, amma daha güclü bir model sifariş araşdırıb bu axşam konkret qərar verib birini sifariş edəcəm. Pure Beauty-nin tonalindən istifadə edəcəm. SPF istifadə eləmədim. Toyla bağlı suallar çoxdur. Bizim eksklüziv fərqli özəlliyi sizə danışım. Əvvəl oğlan toyu olacaq, sonra 1 ay yarımdan, daha doğrusu 2 aydan sonra qız toyu olacaq. Heç kim belə eləmir, düzdür, amma biz eləyirik. Bəzi izləyicilər rəylərdə yazırlar ki, siz hara tələsirsiniz, niyə belə tez meybilləri almısınız və s. Qızlar, əslində mən uzatmağın mənasını görmürəm. Əgər iki gəncin də yetkin yaşı varsa, işi varsa, gücü varsa, bir-birini bəyənirlərsə, yola gedirlərsə, niyə də evlənməsinlər? Bəzən evlənmirlər çünki kimsə oxuyur və yaxud işi yoxdur, və yaxud başqa nəsə bir problemi var, yaşamağa evi yoxdur və yaxud remont gedir. Əgər bu səbəblərdən heç biri yoxdursa, niyə lazımdır uzatmaq? Ona görə biz inşallah bu yayda evlənməyi planlaşdırırıq. Yaya qədər də işlərimizi hamısını həll etməliyik. Ona görə yavaş-yavaş cehizləri alıram. Nə bilim, yavaş-yavaş mebelləri sifariş edirəm və s. Konkret tarixini düzündürsə bilirəm, amma burada səsləndirmək istəmirəm hələ ki. İnşallah sağlıq olsun, hər şeyini göstərəcəm sizə. Heç bilmirəm mən nə geyinəcəm, heç nə hazırlamamışam. Bu konsiler tündüyüm. Şkafımı açıb nə əlimə düşsə onu da geyinəcəm. Və şeylərdə relaksam. Bugün Pupa'nın bu paletini istifadə eləmək istəyirəm. Burada həm ənlik var, həm göz kölgələr var, həm pomada. Baxın belədir. Fırçaları yumalıyam mən. Konkret tarix deyə bilmərəm, amma toy avqustda olacaq. Oxlarını bir babat çəkdim. İndi ən sevdiyim duşla kipriklərimi boyadım. Rəngliyim. Oğlan toyundan çox da görüntülər olmayacaq, amma mən öz toyumda dəhşət gözəl, maraqlı, bol sizin üçün vlog hazırlayacağam. Fərqli konkurslar eləmək istəyirəm, şou, proqram, sırf yemək yedin, rəqs elədin, getdin, pulunu yazdırdın və gəldin evə. Yox, istəyirəm gələn insanlar həqiqətən əylənsin. Yarışmalar olsun, simvolik gözəl hədiyyələr olsun. Kim yarışmanı udursa 15 dənə hədiyyə olacaq. Onlardan birini random olaraq seçir və göstərir nə udmuş oldu. Bunları hamısını icra eləmək üçün o qədər də çox insan toya çağırmamaq lazımdır. Çünki çox insan olsa bu yarışmaları eləmək mümkün olmayacaq. Bir sözlə planım çoxdur. Saçım təmizdir, amma bilmirəm necə yığacağımsa. Əvvəl paltarını seçək, sonra saçını məsələsini həll edək. Belə dünən aldığım və yuduğum bu şalvarı elə geyinim. Açığı axıtım yoxdur, nəsə bir kombin zat fikirləşməyə. Mənim fikrimcə şalvar eynimdə super oturur, kəmər də çox qəşəng görünür göy rəngdə və bu çantanı özümlə götürəcəm. Məncə kəmərlə dəhşət gözəl bir-birini tamamlayır və bu çantanı bir dəfə də heç yerə götürməmişəm. Ona görə dedim ki, süftəsini eləyim. Qaldı bir dənə kofta seçməyi. Qış paltarları gizlətməyə dolaba biraz sanki tələsdim. Qış paltarlardan heç nə yoxdur. Ona görə bu futbolkanı geyinəcəm. Vaxtımız da yoxdur. Futbolka Trendyol Milan'ındır, 100% pambıqdır, şalvar Stradivarius'dur, aksesuarlar Temu'dan sifariş eləmişəm, kəmərdir və bu da Temu'dandır. Baxın belə, məncə qəşəng tamamladı obrazımı. Nəsə maşın sürməyə heç axotum yoxdur, fikirləşdim ki, taksi ilə gedim. Həmişə özüm üçün Comfort Plus sifariş eləmişəm və hal-hazırda ağ Camry gəlir mənim dalınca. Ona görə belə maşınsız gedirəm. Güzgüm də o qədər də çirkindir. Bilməm necə öz lookumu sizə göstərim. Makiyajım da hazır, saçımı da belə qəşəng yığdım.
Bu da Comfort Plus. O məni tapa bilmir, mən də onu. Tədbirə gedərkən isə biz bilmirik konkret hansı blogerlər olacaq, nə cür tədbir olacaq, bizə konkret nə hədiyyə olacaqsa bu bizə sürpriz olur. Yəni ki, heç nədən xəbərimiz olmur. Yəni ki, videonun əvvəlində mən deyirəm ki, özümə planşet almaq istəyirəm. Birdən düşünəsiz ki, mən orada nə baş verəcəyidisə mənim xəbərim var idi, qəti yox. Təsadüf oldu belə bir şey. Adətən belə tipli tədbirlərə heç vaxt getmirəm. Həm Naunu çox bəyənirəm, həm də ki, 4 dəfə məndən reklam alıb. Gecikmişəm уже. Qaçdıq. Hamı klassik formada qəşəng geyinir. Mən sanki plaja gəlmişəm. İnsan çox idi, amma demək olar ki, heç kimi tanımadım. Yalnız bir Güneli tanıdım. O fotoqrafın həyat yoldaşı var. Soyadı yadımda qalmadı. Mən уже bir udar burada biabır olmuşam. Soruşmuşam qızdan ki, Sənubər burada hardadır? Mən də bir dənə qızı göstərir. Mən də yaxınlaşdım qıza, öpüşdüm, görüşdüm. Birdən görürəm ki, mən axtardığı Sənubər bu deyil. Bu da elə bilib ki, mən onu tanımışam. Yəqin ki, nəsə bir blogerdir. Heç vaxt görməmişəm onu. Bir sözlə qızlar, sonra birdən ayıldım ki, mən tanımadığı bir insanı öpüb qucaqlayır. Neysə. Burada da məhsullarıdır. Baxın, bu şampun almaq istəyirəm. Mən rozmarin tərkibli. Bundan məndə var, bu termokoruyucudur. Əvvəl fikirləşdim ki, bəlkə mən neysə qaçırtmışam və dəvətnamədə dress code var imiş. Nəhayət ki, həmin Sənubəri mən tapdım. Bu şəkildən çox da fərqlənmir. Ayda videoda da düşmüşdü o. Yo, mən onu çəkməmişəm. Əslində səsim belə deyil. Amma oxşuyurdu biraz. Belə bir böyük zal var. Bizə hamısı dedilər ki, burada əyləşmək lazımdır. Nəsə bir təqdimat olacaq. Kimi qucaqlayıb sən? Özümlə mikrofonda götürmüşdüm. Boş bekar vaxt idi. Fikirləşdim ki, sual-cavab eləyim və yaxud vloqa nəsə çəkim, söhbət eləyim sizinlə. Amma arxadakı insanlar düşürdülər deyə eləyə bilmədim. Qəsdən vaxtı yazılar tutaq ki 10, amma 11-də başlayır. Hamı gəlsin, vaxtında otursun, əyləşsin və s. Buna görə mən də gəlmişəm hələ 10-da. Halbuki 12-nin yarısı gəlsədir. Onu deyiblər, amma hələ başlamayıb. 10:30 deyiblər, amma hələ də başlamayıb. Ona görə sizi də belə tədbirlərə çağırsalar, biraz gec gəlin. Hamıya belə zərfləri payladılar. Çox maraqlıdır görəsən içində nə varsa. Əli burada konvertin içində belə random nömrələrdir. Deyəsən nəsə uduş olacaq. Ümid edirəm bu nömrə mənə uğur gətirəcək. Burada bizə çox gözəl prezentasiya elədilər. Hər bir məhsulun, Naunun tərkibi haqqında məlumat verdilər. Mən bilməzdim ki, tərkibi bu qədər zəngindir. Verdiyimiz nömrələr isə hamıya paylamışdılar və deməli random bir nömrə çıxırdı ekrana və həmin insan planşet tutmuş olurdu. 7 qalibi oldu və hərəsi planşet tutdu. Burada belə açıq bufet var, soklarla və s. Hamısını göstərəcəm sizə. Bir 40 dəqiqə prezentasiya oldu və prezentasiyadan sonra belə bir fasilə zamanı istədiyiniz yeməyini götürüb burada çayını içə bilərdiniz. Açıq bufet idi. Nə qədər istəyirsiniz götürə bilərdiniz. Və sizcə bunları hamısını görən mən ilk öncə nə edirəm? Gedirəm özüm üçün çay süzürəm. Çünki mən nə yeyirəmsə fərqlənmir, hər zaman çayını içirəm. Natural şirələr də var idi, yaşıl, adi çay da var idi. Mən adi qəşəng dəmli çay süzürəm özüm üçün və belə bir termopod. Çox vaxt belə tədbirlər otellərdə olur. Südü dilirəm götürüm və yaxud yox. Belə pudinglər var. Görəsən bunlar dadlıdır və yaxud yox. İsrafçılıq sevməyən mən. Baxın minimum götürmüşəm. Bir stəkan çay, puding və bu kifayətdir. Bunları güclə yeyərəm. Ümid edirəm ki, bu puding dadlı olacaq. Dəhşət dadlı idi. Yüngül teksturası var. Çox da şirin deyil. Bir sözlə bəyəndim. Bugün sadəcə bir səhv buraxmışam. Gərək mən özümdən powerbank götürərdim. Zaryadkam azdı. Ümumiyyətlə 16-nın zaryadkası tez ölür. Burada əyləşib çox gözəl 3 xanım canlı musiqi ifa edirdilər. Bu kimyasal filtrelerle formüle ettiğimiz bir
Bir balaca fasilədən sonra qayıtdıq bu zala və məlumatları qulaq asmağa davam elədik. Bilməm sizə maraqlıdır və yaxud yox, fikirləşdim ki, hər bir mərhələni sizin üçün də çəkim. Bunları hamısını danışa-danışa arxadan başladılar bizə, hərəmizə belə bir paket hədiyyə olaraq paylamağa. İçində nə varsa mən özüm də bilmirəm və orada açmaq utandım. Ona görə evdə göstərəcəm, həm də ki özüm də baxacağam. Daha da zor bir ürün. Çünkü çok fazla parametreyi birlikte barındırıyor. Bugün Və sizcə qızlar, mən nəsə uddum? Təbii ki, yox. Mən ümumiyyətlə belə yarışlarda heç vaxt heç nə udmuram. Ona görə heç keyfimi pozmuram. 57 ilə gələn bir dənə də rəqəm gəlmədi. Hamısı 81 ilə başlayırdı. Ona görə heç şansım 0 dərəcədə idi. Amma bunu çox gözəl düşünüblər. İnsan lap heç nə udmasa da yenə də bu yarışlar adamın keyfini açır. Ona görə mən videoda əvvəlində sizə dediyim kimi öz toyumda istəyirəm ki, yarışlar olsun. Lap böyük, kiçik fərq eləmir, hədiyyələr olsun, belə daha maraqlıdır. Bu isə planşetdir və sən Ömər, ura, bunu udum. Xeyirli olsun, sağlığını işlətsin. Huawei-dir deyəsən. Evdə mütləq göstərəcəm sizə. Bizə hədiyyə də verdilər belə. Fərqli məhsullar, Naun markasının belə bir şeydə. İçi fərqlidir. Yox, eyni şey verdilər. Eyni. Elə yenə bizi yeməyə çağırırlar, amma mənim zarafatkam ölür, evə getməliyim, yoxsa sonra taksi sifariş edə bilməyəcəm özümə. İndi vlog içində vlog. Gəlmişik indi nahara. Hələ də evə getmirik, zarafatkam azdır, amma niyə də bir üzrə yol taparıq. Baxın, hamı buradadır. Biz biraz geç düşdük, bunun hamısını yedilər. Burada ama yeməklər var. Bu nahara çox da bənzəmir. Açıq bufetə bənzəyir. Belə bir şorba, zat. Bəh, çox gözəl qoxu gəlir. Sizdən çox xahiş edirəm, kanalıma mütləq abunə olun. Çalışıram, nə qədər mümkündür sizin üçün kontent çəkim, videolar paylaşım. Görəndə ki, abunə sayım çoxalır, çox sevinirəm. Biraz gecikdim, amma ev yoxdum. Gəlin sizə göstərim. Hər şey bol bunluqdur. Necə də gözəlliyirlər. Deməli, burada meyvələr, burada qəlyanaltılar, isti yeməklər də var. Bayaq göstərdim mən sizə. Baxın, nələr götürmüşəm. Biraz kukuruz, greypfrut, pendir, pasta və olivka zat. Biraz da desert. O da burada. Çünki çayına desert yiyəcəm. Hamısını yeməliyəm. Çünki mən israfçılığı sevmirəm. Əgər nəyisə götürürəmsə, mütləq axıra qədər yeyib qurtarmalıyam. Belə. Tədbirə getməmişdən əvvəl hardasa bir 3 gün qalmış öz-özümə düşünürdüm, gedim, getməyim. Çünki mən rayona da getməliyəm. Havalar o qədər də belə qızğınlaşmamış. Getməyi istəyirdim. Fikirləşdim ki, bəlkə də getməyim. Amma yaxşı ki, gəldim. Həm kontentə biraz fərqlilik qatmaq lazımdır. Sizi də elə bil ki, özümlə apardım. Elə bil ki, siz də bu tədbirdə iştirak eləmiş oldunuz. Həm də ki, nə qədər evdə oturmaq lazımdır. Adamları görürsən, səni adamlar görür. Niyə də yox? Bizə hamı demək olar ki, qalxıb, biz də yavaş-yavaş qalxaq, gedək evə, elə gedib cəmi bağlamanı da götürməliyəm. Burada maraqlı paltarlar var. Göstərim sizə, tam olaraq yedim hamısını. Afərin mənə. Getdik evə. Da gərək qəşəng bir şəkil çəkdirərdim, amma taksi gəlib gedirik. Təsəvvür edin ki, burada şəklim var və siz də o şəklə like da qoymusunuz. İndi ağlıma gəldi ki, bununla üzbəüz Park Bulvar var və orada maşını saxlaya bilərdim. Əslində maşını sürməyi çox da sevmirəm, məcburiyyət qarşılığında sürürəm. Əgər imkan varsa taksi sifariş edirəm və taksi ilə gedirəm. Bugün hələ Asan kommunala da deyməliyəm. Ümumiyyətlə Asan xidmət necə də gözəl fəaliyyət göstərir, necə də gözəl sizin işini icra eləyir. Mən həqiqətən hər zaman deyirəm və deyirəm ki, başqa ölkələrdə belə servis yoxdur. Hara necə müraciət eləmək lazımdırsa bir sözlə möhtəşəm. Qəşəng düşür buradan. Beləyəm özüm. Evdə çay istəyirəm. Evim. Çay, balkon, pəncərə. YouTube, son.
Əvvəl istirdim evə gedən kimi srazu gedim bağlamanın dalınca və demonu açım, amma başa düşdüm ki, yox, mən çatdıra bilməyəcəm. Əvvəl gedim saat 6-ya qədər asan kommunal işləyir, o məsələləri həll edeyim, sonra demo məsələsinə. Mən açığı düşünürdüm ki, tədbir daha tez bitəcək. O qədər maraqlı keçdi ki, yəni ki, axıra qədər qalmağına heç peşman deyiləm. Çox qəşəng keçdim. İndi isə qızlar gəlin bir balaca dədəqudu, ilə necə deyirlər ona, söhbət edək biraz tədbir haqqında. İlk öncə onu deyim ki, tədbirdə olan əksər xanımları mən tanımırdım. Əvvəl fikirləşdim ki, sadəcə izləyicisi bəlkə az olan xanımlardır və yaxud sadəcə mənim qabağıma çıxmayıb. Çünki hal-hazırda o qədər bloger var, məşhur blogerlər, baxışları da yüksəkdir, amma sadəcə çəkdiyi kontent mənim maraq dairədə olmadığına görə heç vaxt onları görməmişəm və bu da tamamilə normal bir şeydir. Bu yekəxana deyil, sadəcə görməmişəm də nə edeyim. Hal-hazırda video çəkən xanımlar həddindən artıq çoxdur. Hamısını tanımaq olmur. Planşetləri udan xanımlar isə sonra gördüm ki, deyirlər ki, falan mağazanın falan satıcısı. Gördüm ki, orada akazvayetse hamısı bloger değilmiş. Əksər xanımlar orada olan hansısa mağazaların satıcıları və yaxud brand menecerləri, Naun markasının məhsulları satılan mağazalardandır. Ona görə başa düşdüm ki, mən əksər insanları orada tanımıram. Sonra qızlar görürəm Şəfəqi. Onu tanımayan məncə yoxdur. Gördüm, çox gözəl xanımdır, şık görünür. Real həyatda daha gözəldir, nəinki Instagramda. Tam səmimi sizə bunu deyirəm. Yaxınlaşmaq istədim, amma nə yalan deyim ki, çəkindim. Fikirləşdim, çox güman ki, bu məni tanımır. Bunun qat-qat məndən çox izləyicisi var. Yaxınlaşıb ümumiyyətlə nə deyəcəm mən? Bunu danışmaq məqsədi isə blogerləri daha yaxından tanıyasınız deyə. Həqiqətən gözləmirdim. Şəfəq özü mənə yaxınlaşdı. Dedi ki, mən sizi YouTube-da izləyirəm, sizin vloqlarına baxıram və mənə o qədər xoş oldu. Özümü hətta bir anlıq itirdim. Belə dondum qaldım. Mən buna nə deyim indi? Yəni ki, bu xanım bu dərəcədə səmimi olduğunu mən həqiqətən bilmirdim. Məndən qat-qat çox izləyicisi var, o boyda böyük kütləsi var, amma dəhşət sadə xanımdır. Və bir şey dediyim ki, videolardan həyatda daha gözəldir. Ola bilər ki, adi bir şeydir, amma mənə dəhşət xoş gəldi. Heç kimdən çəkinmədən, utanmadan belə səmimi, gözəl, yaxınlaşmaq, o sözləri demək. Bəlkə Şəfəq mənim reaksiyama şok oldu ki, bu niyə belə oldu, poker face. Mən prosta bilmirdim nə deyim mən konkret, necə rəftar eləyim, nə deməliyəm. Çox sağ ol dedim. Ümumiyyətlə mənim fikrimcə fərqi yoxdur sənin nə qədər izləyicin varsa, sadəlik hər insana yaraşır. Və sən belə bir zirvədə olanda, bu qədər sadə olanda ona görə insanlar da sevirlər. İnsanlar sadəcə bunu hiss edirlər. Sən nə qədər özünü sadə göstərmək istəsə də, sadə deyilsənsə, bu saxtakarlığı izləyicilər mütləq hiss eləyəcəklər. Tez bazar hədiyyəmi də göstərim sizə. Çox güman ki, başqa blogerlərin storieslərində görmüsünüz. Çünki hamıya demək olar ki, eyni hədiyyə verdilər. Fərqli olsaydı daha maraqlı olardı, amma neysə. Təzə kaşkeli çıxıb onlardan. Çox təəssüf ki, bəzi məhsullar məndə var. Bunun başqa bir qoxusu olsaydı super olardı. Özüm sevərək işlədəcəydim. Amma iminlə bundan məndə var. Ona görə bunu qoyacağım sadəcə zapasa. Bunu gördüm, sevindim. Parça maskası. Nə qədər olsa da mənim kolleksiyamda parça maskalar yenə də azdır. Bu seriyanın anti-age hal-hazırda istifadədə mənim üzümə gelim var. Bu da yaşlanma əleyhinə anti-age serumdur. Yəni əvvəl serumu tətbiq edirsiniz, sonra nəmləndirici krem. Elə olduğu halda nəmləndirici kremin effekti %100 dəyişilir. Yağlı dərilər üçün belə üz yuma gel, təmizləyici geldir bu. Lazım olar. Heç kimə verməyəcəm, sevərək özüm işlədəcəm. Ümumiyyətlə bu brendi həqiqətən çox sevirəm. Ona görə də sizə hər zaman tövsiyə edirəm. Və qarobkanın içində sonuncu məhsul bu keratin şampundur. Vaxtikən keratin eləmişəm, əslində saçımdan uca yuyulub. Bunun effekti nə dərəcədə olacaq bilmirəm. Amma bunu da mütləq istifadə eləyib öz fikirlərimi sizinlə bölüşəcəm. Belə bir şampundur, 400 ml. Ümid edirəm ki, bəyənəcəm. İllər öncə bloger olmaq səbəbim hələ bu anları yaşamaq üçündür. Çünki hədiyyələr həqiqətən çox sevindiricidir.
İndi isə gedirik işlərimizin dalınca. Nə problem yaranır, niyə görə mən asan kommunala ümumiyyətlə gedirəm? Əvvəl bunları hamısını bir kadr öncə mən telefonu götürüb bir danışıb sizə çəkmişəm. Amma video əlavə eləmədim. Montaj zamanı getdi zibilxanaya. Mən uzun-uzun nə isə danışanda prosta telefonu götürüb mənə elə gəlir ki, çox sıxıcı gəlir və mən bunu danışarkən izləyicilər hamısı videodan çıxdılar. Bilmirəm, içimdə belə bir his var. Mən danışana qədər siz çıxdınız. Hamı getdi, qaldım mən tək videodan. Bəlkə də səhv düşünürəm. Məsəl üçün mən nəsə bir iş görürəm və üstündən səsləndirirəm və uzun-uzun nə isə danışıram. Elə olanda mənə elə gəlir ki, çox da sıxıcı deyil. Çünki siz həm prosesə baxırsınız, həm mənə qulaq asırsınız. Əks halda isə mənə elə gəlir ki, siz məni tərk edirsiniz. Səhv eləmirəmsə, burada maraqlı yay paltarlar olmalıdır. Bir neçə dənə bağlama sifariş eləmişəm. Ona görə tam yadımda deyil ki, hansı bağlamada nələr var. Həm də ki, yay ayaqqabıları da sifariş eləmişəm. Özü ki, balaca razmerdə götürmüşəm. Çox qorxuram ki, balaca olar. Çünki həmişə yay ayaqqabılar böyük gəlir və gözüm qorxub. Ona görə ən balaca razmerinə götürdüm. Wow, necə də gözəldir. Mən kabluksuz modelləri götürürəm. Çünki tik tabanla gəzə bilmirəm. Əslində öyrəşmək lazımdır. Necə də gözəldir qızlar. Wow. Nə yaxşı. İdeal oldu. Bir dənə baxın. Yaxşı kələ 36 götürdüm. Sırağa gün molada getdim və belə tipli ayaqqabılar molda 60 manata zadadır. Minimum yəni ki 60 manat qiyməti var. Mən isə bunları sizcə neçəyə? Cəmi 23 manata sifariş eləmişəm. Super keyfiyyətli. Tam olaraq sizə məsləhət görürəm. Hər bir məhsulun linki bu videonun altında sizin üçün yerləşdirəcəm. Həm klassik paltarlarına kombin eləmək olar, həm cin şalvarına bir sözlə möhtəşəm. Yaxşı ki, mən bunları aldım. Yoxsa qarderobumda yalnız krasovkalardı. Və belə bir ayaqqabılarda sifariş eləmişəm. Bunlar da çox balaca razmerdə. Rəngini dəhşət bəyəndim. Çox şeylə kombin eləmək olacaq. Bunu da baxın 36 razmerində götürdüm. Baxın, belə bir şeydir. Wow, dəhşət incə, zərif və gözəl. Bunlar da hələ 25 manat civarında idi. Düzdür, qoxusu o qədər də wow deyil. Amma 1-2 gün balkonda qalandan sonra qoxusu tam olaraq keçib gedir. Bunlar da ayağıma tam oldu, amma kabluk gözlədiyimdən daha böyük gəldi. Bu boyda kablukla necə gəzəcəmsə hələ ki bilmirəm. Korичnevый rəngdədir, sırf belə bir koftadır. Bunun fərqli rəngləri var idi. Ən balaca razmeri götürdüm. Hamı yazırdı ki, dəhşət balaca gəlir. Amma indi baxıram ki, yox, normaldır. Əla oturacaq eynimdə. Əvvəl bu işıqda çəkməyə başladım, sonra xoşuma gəlmədi və yerimi dəyişdim. Elə yaxşı ki, XS-i götürdüm, çünki eynində dəhşət boş olanda yaxşı oturmur. Bu kakrasdır, dartılan materialdır. Qorxmadan balacanı götürün. Deməli, qiyməti 11 manat idi, sonra endirimə düşdü, 7-yə aldım. Məncə çox gözəldir. Əsas qızlar, bu sifarişi bu dona görə elədim. 32 manat qiyməti var idi. İndi mütləq geyinib də sizə göstərəcəm. Gözəl materialı var, amma dəhşət qalındır materialı, onu da nəzərə alın. Məncə fikrimi tam düzgün sizə ifadə eləmədim. Dəhşət qalın deməzdim, amma yay paltarları adətən çox nazik olur, amma bu o dərəcədə nazik deyil. Bir tərəfdən bu yaxşıdır, çünki iç görsənmir, astara ehtiyac yoxdur, bədəndə yaxşı oturur. Amma lap dəhşət isti yay günlərdə düşünürəm ki, bu paltarda birazca isti ola bilər. Mən bunu krasovkalarına kombin eləmək istəyirdim, onsuz da kablukla geyməyi planlaşdırmırdım. Krasovkanda lap yayda geyinmirlər, çünki istidir. Ona görə may ayları üçün ideal bir dondur. Bunun qızlar 4 fərqli rəngi var. Rəylərə əsaslanaraq razmeri isə S götürdüm. XS olsaydı mənə olmayacaqdı. 2 dənə şalvar sifariş eləmişəm. Hansı qısa olacaqsa onu qaytaracağam. İkisinin də uzunluğu normal olsa, ikisini də özüm üçün saxlayacağam. Baxın, belə parça şalvarlardır yay üçün. Korичnevый rəngi ümumiyyətlə son zamanlar ən sevdiyim rəngə dönüb.
qəşəng belə bir şalvardır. Əsasdır ki, uzunluqdur. Hələ mən orta boylu bir xanımam. O gün Stradivarius'da da bəzi şalvarlar mənə qısa idi. Temuda isə həmişəki kimi problemdir. Əgər boyunuz 1.70 və yuxarıdırsa, ümumiyyətlə Temudan paltar almayın, belə başa düşürəm. Amma balaca çıqqılı şirin xanımsızsa, sizin üçün bura cənnətdir. Dərziyə getməyə ehtiyac olmayacaq. Şalvar gözəl oturub, nazik materialdır. Qiyməti 27 manatdır, amma vurarkən orada promokod çıxdı və səbətdə daha ucuz başa gəldi mənə. Uzunluğu mənə normal oldu. Kimə maraqlıdırsa, boyum 1.65-dir, çəkim isə 55 kiloqramdır. Bunları niyə görə deyirəm? Siz razmeri rahat seçə biləsiniz deyə. İkinci şalvar isə deyəsəm budur. Səhv eləmirəmsəm. Ümumiyyətlə yayda mən cin şalvarları qəti geyinə bilmirəm. Ya donları geyinirəm və yaxud belə parça şalvarları. Bu məncə daha qısadır. İndi primyerka eləyib daha dəqiq sizə deyəcəm. Təəssüf ki, beldə qəşəng oturub sözsüz, hətta belə gözəl mənim belimdə oturan şalvar birinci dəfədə görürəm. Qırışlıdır, özümü çox da yormadım bu şalvara görə, çünki onsuz da qaytaracağam mən bunu. Yaxşı ki, Temuda bu funksiya var. Ümid edirəm ki, bunu ləğv eləməzlər və bəyənmədiyiniz məhsullar rahatlıqca qaytara bilərik. Misal üçün pijama qısa da olsa problem yoxdur. Evdə geyinirsən də onsuz da. Böyle bir pijama gördüm. Necə də gözəl materialı var qızlar. Bəs razmerində götürdüm. Maraqlı belə bir modeldir. Bəzən bilirsiniz nəyi düşünürəm? Bəzi pijamaları təzə qoyum, ailə quranda o vaxt geyinim. Əgər evimdə belə deyim, köhnələri isə burada geyinib, uca tulluyum da belə deyim köhnələri lap. S razmerində götürdüm bu pijamanı, çox gözəl endirimə düşmüşdü. Almamaq qeyri-mümkün idi. Şalvarın ətəyi isə belədir. Məncə çox şirindir. Bəlkə də mənə güləsiz, çünki cəmaət qapqacaq alır cehiz olaraq. Mən isə pijama kolleksiyama əlavələr edirəm. Rəfiqəmin bacısı mənə öpücüklər olan bir pijama hədiyyə eləmişdi. Yadınıza gəlirsə, onu da geymədən qırağa qoymuşam. Bunu da qırağa qoyacağam. Hal-hazırda istifadədə olan uca köhnələn pijamaları geyinim, tuluyum. Bu təzələri isə qalsın. Təzə evdə, təzə mebelin ortasında sizin üçün qəşəng bu pijama ilə videolar çəkəcəm. Mənim cehizlərim isə belə. Və ən sonunda belə bir dəstdir. Bunun da şalvarın uzunluğuna görə çox narahat idim. Gözəl endirimə düşmüşdü. Fikirləşdim, yox, mən bunu almalıyam. Deməli, belə bir koftadır. Crop tipli. Hamı reylərdə yazırdı ki, bu dəst çox böyük gəlir. Ümid edirəm ki, lap mənə böyük olmaz. Nə olur olsun, insanlar görəndə ki, dəstdir, sразу deyirlər, bu pijamadır, bu ev geyimidir. Sonra da yazırlar ki, ev geyiminə niyə getdin mola? Niyə getdin gezməyə pijama ilə? Hər bir məhsulun linki videonun altında sizin üçün qoyuram. Keçid edib baxa bilərsiniz ki, bu adi gündəlik dəstdir. Yəni ki, sport dəsti bayıra geymək üçün və pijama deyil. Mən də bunu bayırda geyməyə planlaşdırıram. Bu arada qiyməti 24 manat idi. Bunu da ən balaca razmerdə götürdüm. Çox təəssüf ki, başqa rəngi yoxdur, amma olsaydı mütləq alacaqdım, çünki dəhşət bəyəndim. O qədər gözəldir, o qədər gözəldir. Materialı belə yaxından göstərmək istəyirəm sizə. Mütləq alın bu dəsti. Dəhşətli bir şeydir. Hər gün olsa da belə siz videoda gördüyünüz hissələr var və arxada qalan hissələr də var. Misal üçün mən bağlamanı açanda sразу neynirəm? Srazу primyerka eləmirəm. Paltarları ilk öncə hamısını bir-bir belə ütülüyürəm. Sonra bir-bir geyinirəm və geyinib videonun həmin hissələrə əlavə edirəm. Eləməyə də bilərəm. Şəkilləri də yerləşdirə bilərəm. Sadəcə düşünürəm ki, belə maraqsız olur. İstəyirəm tam aydın görə bilərsiniz. Materialı, bədəndə oturuşu və s. Ütüsüz vəziyyətində isə paltarlar hamısı bərbad görünür. Bir də ki, keçən videonun altında bir xanım yazmışdı ki, sən qolundakı qırmızı ipi sən artıq çıxarda bilərsən. Niyə çıxartmırsan? Sənin arzun axı gerçəkləşib. Nişanlandım, bugün sabah ailə həyatı qurursan. Bu qolumdakı ipi mənə rəfiqəm hədiyyə eləmişdi yeni ildə. Orada ürək detalı var, o qızıldı. Ümumiyyətlə rəfiqəni dəhşət çox sevirəm. Bilirəm bu videonu da izləyir. Rusiyadan gətirmişdi bunu 585 zolota mağazasından. Mən axı sizə qızlar videoda deməmişdim ki, mən o arzunu tutmuşam. Qolumda bunu bağlayarkən tam fərqli bir arzu tutmuşam və o arzu gerçəkləşəndə mütləq onu qolumdan çıxardacağam. Arzu bir qırağa prosta əlimdə belə qırmızı ip olmağı bilmirəm niyə çox xoşuma gəlir. Həm də ki, üstündəki ürəyi qızıldı deyə sonra onu o ürəyi hara taxacamsa bilmirəm. Əsas burada sözüm nədədir? Arzum hələ ki gerçəkləşməyib və o an mən bu arzunu tutmamışdım. Arzum gerçəkləşəndə isə mütləq vloqda sizə bildirəcəm konkret nə tutmuşdum və
onu çıxartma prosesi də sizin üçün çəkəcəm. Bilirəm sizə hər zaman maraqlıdır belə şeylər. Bugünkü vloqumuz kifayət qədər uzun alındı və mənə görə çox maraqlı bir videodur. Bu bağlamadan yalnız o açıq bir şalvarını qaytaracağam. Bir də ki, ağlımda bir fikir var qızlar, sizinlə də məsləhətləşim. Bəlkə o şalvarın bir razmer böyüyünü götürüm, ətəyi daha uzun olsun və geyinim. Sonra gördüm ki, videoda tam bilinmir, amma şalvar mənə qısadır və ümid edirəm ki, mən sözümə inanırsınız və ona görə 100% onu qaytaracağam. Amma tərəddüd edirəm, bir razmer böyüyünü götürüm və yaxud götürməyim. Mütləq yazın öz fikrinizi. Bu günlük isə bu qədər. Çox sağ olun ki, bu vloqu axıra qədər izlədiniz. Əgər sizə çətin deyilsə və məni motivasiya eləmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Sizi çox sevirəm. Özünüzə yaxşı baxın. Bakam.